telefonda internetsiz və yəni telefonda süni intellekt necə işlədə bilərsiniz onu göstərəcəm. Google Play daxil oldu. Burada Google'un çıxartdığı bir proqram var. Google AI Edge var. Daxil olursunuz bura. 2 dənə şey yükləyə bilərsiniz burada rahatlıqla model. Modellər qisminə daxil oluruq burada. Gördüyünüz kimi 2 milyardlıq parametr var, 4 milyardlıq parametr var. Yəni dəyişir də bu parametrlər. Deməli buradan çıxırsınız yüklədikdən sonra telefon uyğunluğa. Mən 4 milyardlıq yükləmişəm. Siz də 2 milyardlıq da yükləyə bilərsiniz və s. İndi burada məsələn girək AI chat-a görə Azərbaycan dilində başa düşürmü? Və buradan mən 4-4-ü yükləmişəm deyə try-ə girəcəm. Görək bu internetsiz işləməyini. Mən hal-hazırda ekran kaydındayım deyə interneti bağlaya bilmərəm. Ona görə bir dənə yüklənsin. Bu görək bizim üçün məsələn internet olmayanda bir işə yarayırmı? Məsələn nəmi? Bir suallara cavab verə bilirmi? Bir Python kodu yaza bilirmi? İndi bunların hamısı bir şərtdir. Salam, necəsən? Mən yaxşıyam, təşəkkür edirəm. Siz necəsiniz? Mən də olayım. İndi buna yazaq ki, mənim üçün Python kodu yaz. 5 üstəgələk 5 üstəgələk 5 while döngüsünə girsin. Cavab 100 çıxana qədər. Görə indi bir dənə bizim üçün bu kod yaza bildim. AWP buyurun sizin istədiyiniz kimi əməliyyatın hər dəfə hesablayın. While döngüsünün davamını saxlayaq. Bu kodları edəcəyik. Başlanğıc dəyəri nəticə 0, limit 100, print hesablama başlanılır. While döngüsü while nəticə böyüdür limitdən hər dəfə 5 plus 5 plus 1 15. Nəticə bərabər 15. Print düz sadə bir şeyə görə, internetsiz işlədiyinə görə çox əla. Həm də ki, yadında saxlayın ki, bu 4 milyardlıq parametrdir. Yəni ki, burada Azərbaycan dilində belə danışması belə yəni əla bir funksiyadır. Yəni bu dəqiqə elə süni intellektlər var ki, Azərbaycan dilində düzənməli danışan burada. Yəni burada səpsəlis danışır. Bir dənə nəticə bərabər bunu şey edə bilmir. Bu da UTF-8'lik problemdir. Yəni kodlar Azərbaycan dilində yazmağa çalışır. Nəticə yerinə məsələn result yaza bilərdi ingilis dilində. Yəni burada kod yaza bilir hal-hazırda. Kod yaza bilir hal-hazırda. Sizə yəni gördünüz. Deməli hal-hazırda ikinci testimizə keçirik. İkinci testimizdə nə eləyəcəyik? Kameranı işlədərək görəcəyik ki, sualı həll edə bilirmi? İndi kameramızı açdıq, qoyduq. Yazaq ki, birinci sualı həll et, cavabı mənə de. Bu hansı sual? Sualın adında yazaq. Çünki həyətdə 7 quş. Həyətdə 7 quş olan sualı. Görə bizim üçün şəkil göndərəndə ilk öncə şəkil oxuya bilirmi? İkinci məsələmizdə şəkildəki sualı cavabı alınaya bilirmi? Görürəm siz ilk sual həll etmək istərsiniz. Həyətdə 7 quş, xoruz və toyuq qalırdı. Hər bir toyuğun 2 cüzəsi var. Həyətdə necə toyuq var? Bu sualda biraz məlumat çatışmamazlığı var. Yəni sualın forması qəribədir. Gəlin məlumatı analiz edək. Cəmi quş sayısı 7, toyuq cüzəsi hər bir toyuğun 2 cüzəsi var. Ümumiyyətcə bu sualın cavabı nədir? Sözünü bilmirəm. Bunu desən 2 dənədir. Həyətdə necə deyək, əgər sualın məqsədi toyuqların sayını tapmaqdırsa, xoruzların sayını bilmək lazımdır. Məsələn, əgər burada məsələn deyə məsələn dəqiq cavabı gəlib tapmır da bu dəqiqə. Görək sonra vaxtımızda göndərici bu arada toyuqların sayını göstərir. Ən ehtimal olan səhvə məqsədini çıxarış eləyir. Görək inşallah neçə ildən sonra qutaracaq. Cavabı 4 dedi. 4. Məncə 4 deyil. Bir dənə bunları yoxlayaq. Random bir dənə seçək bunları. Görə cavab 4'dür. Məncə 2'dir cavab. Yoxla. 3. 3 də deyil. 2. 2'dir. Ümumiyyətcə görsel test elədik. Burada əsas 2 dənə məqsədimiz var idi. Görsəli test eləmək və məntiqi yazma. Bu məntiqi sual olduğu üçün bunu cavablandırmaya bilər. Yəni normaldır, yəni faktik olaraq. Həm də bu 4 milyard parametrəlik bir şeydir. Əsas odur ki, görsəldə bir şeyi başa düşür. İndi məsələn mən öz şəklimi çəkəcəm. Görüm mən anlayacaqmı? Mən nə deyim, mən öz şəklimi nəyə çəkdim ki? Məni görə bilirsənmi? Bir dənə belə sual verdikdən yəni ola bilər. Özüm nəyə çəkdiyimi heç bilmədim.
Mən bir sürü Instagram mənə şəkil göndərmisiniz, amma mən sizin şəxsən görə bilmirəm. Mən yalnız sizə göndərdiyim mətnlər, deməli mətnləri əsasən cavab verilmiş. Hər nəsə bu testimizdən 10 üzərindən bir 7 falan da, yəni belə də, yəni əslində mobildədir, həm internetsizdir, həm şəkilləri oxuya bilir faktiki olaraq. Məntiqi cavab verməsi də olar. Yəni 10 üzərindən 9 verirəm də mən faktiki olaraq, yəni çox əla bir şeydir. Və digər testimizə keçək. Deməli indi görək Azərbaycan Xalq Cümhuriyyəti haqqında, yəni konspekt hazırlamaq istəyirəm. Bizim üçün doğru cavab verə biləcəkmi? Azərbaycan Xalq Cümhuriyyəti 1918-1920 tarixi arxivon yaranma şəraiti, Azərbaycan öz müstəqil dövlət quruculuğu təşkil etməsi, Birinci Dünya müharibəsinin müharibəsi və təfərrüatlarının nə danışır bu? Azərbaycan Xalq Cümhuriyyəti 18 ilində elan edildi. Ümumiyyətcə, yəni əladır. Yəni bunu faktiki olaraq məsələn öz konspektiniz və ya da ki bir dərsiniz varsa, bunu əvvəlcədən modelləşdirib eğitə bilib, yəni ki onun teksti şəklində göndərib sizə internetsiz falan hal-hazırda yəni məlumatları 2 dəqiqə içində, 2 dəqiqədən tez yəni təqdim edə bilər. Sadəcə bunu eğitmək lazım, yəni treyn eləmək lazımdır. Yəni ümumiyyətcə overall götürdükdə 10 üzərindən yəni 7 xal verirəm. Mobildə işlədiyinə görə 8 xal verirəm. 4 milyard parametrəyə görə, 4 milyardlı parametrəyə görə Azərbaycan dilində cavab verir, şəkilləri oxuyub analiz edə bilir. E+ bu telefonda işləyə bilir. Yəni çox gözəldir. Yəni həddindən artıq gözəldir. Mən bəyəndim. Yəni siz də istifadə edə bilərsiniz. Səhv etmirəmsə bu hal-hazırda iPhone-da yoxdur. Yox, var. iOS-larda da var. İndi yadıma gəldi. Yükləyib siz də bunu rahat şəkildə istifadə edə bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşənədək, əgər fərqli bir mövzu haqqında sualınız və ya da ki video istəyirsinizsə şərh bölməsinə yazmağı unutmayın. Hələlik.